Həkimlərin daha çox ehtiyat etdikləri bir mövzu, yəni vitamin C ilə bağlı şəkərli diabet. Mənim özümə də elmi şöbənin işçisi kimi tez-tez belə sual verilir ki, şəkərli diabet zamanı vitamin C infuziyaları köçürmək olarmı? Bunun deməli bir mənalı cavabı var. Diabet xəstələrində paskorbinin istifadəsi ümumiyyətlə əks göstəriş deyil. E, və vitamin belə bir mif deyərdim buna. Doğru bildiyimiz yanlışlar. Belə endokrinoloqlar çox vaxt belə düşünürlər ki, daha doğrusu düşünmək deyil. Maşkovskidə bu belə yazılıb ki, vitamin C məd-altı vəzin Langerhans adacıqlarını zədələyir. Amma bugün heç bir tədqiqatda onu tapmaq mümkün deyil. Yəni əksinə oksidativ stresin beta hüceyrələrə ziyan verdiyini və antioksidantlarla bunun qarşısını bununla mübarizədə böyük rolu olan tədqiqatlar var. Şəkərli diabet, əksinə şəkərli diabet xəstələri daha çox vitamin C tələb edən xəstələrdir. Çünki onlar ən çox oksidativ stresə məruz qalan xəstələrdir. Şəkərli diabetli xəstələrdə sərbəst radikalların istehsalı artır, mitoxondrial superoksid artır, qlikolizləşmiş maddələrin miqdarı artır, poliol yolunun aktivləşməsi artır və antioksidant müdafiənin azalması olur. Ümumiyyətlə, şəkərli diabet xəstəliyinin bir çox fəsadları oksidativ stresin artmasının nəticəsidir. Bunlardan biri damar zədələnmələridir. Damar zədələnmələri bir mənalı olaraq oksidativ streslə əlaqəlidir. Çox sayda illərlə aparılan tədqiqatları var. Retinopatiyanın yaranmasında oksidativ stresin çox mühüm rolu var. Yeri gəlmişkən deyim ki, retina qatı, eyni toxuması, eyni zamanda billur özü çox vitamin C tələb edən, gözün özü çox vitamin C sərf edən orqanlardan biridir. Onun çatmamazlığı olanda daha çox deməli oksidativ stresə məruz qalır. Eyni zamanda deməli diabetiklərin qanında vitamin C-nin konsentrasiyası daima az olur. Subklinik vəziyyətdə, hətta ondan da biraz aşağı vəziyyətdə olur. Və diabetiklər kardiovaskulyar xəstəliklərə tutulma riski onlarda çox mühümdür. Kardiovaskulyar xəstəliklərdə də deməli aterosklerozun formalaşması, aterosklerozun yaranması mühüm rol oynayır kardiovaskulyar xəstəliklərdə. Ona deməli və bu aterosklerozun yaranmasında da vitamin C defisitinin çox mühüm rolu var. Sonraki slaytlarda o haqda məlumat verəcəm. Deməli, belə mənbələrdə, tədqiqatlarda belə məlumat var ki, hiperglikemiya C vitamini çatışmazlığını proqressivləşdirir. Eyni zamanda tədqiqatlarıdır bu. Eyni zamanda deməli hiperglikemiya mitoxondrilərə vitamin C-nin daxil olmasını, mitoxondrinin öz funksiyasını yerinə yetirməsində onun iştirakını, yaxud da orada sərbəst oksigen radikallarını zərərsizləşdirilməsinə mane olur. Ona görə şəkərli diabetli xəstələr görürük ki, həmişə onlarda yorğunluq olur, yorğun bir vəziyyətdə olurlar. Enerji çatmamazlığı olur onlarda. Eyni zamanda insulin inyeksiyalarının vitamin C-ni tükətdiyi məlumdur. Həm plazmada, həm leykositlərdə, həm trombositlərdə. Bir tərəfdən deməli leykositlərdə hiperglikemiya, digər tərəfdən insulin inyeksiyaları vitamin C-ni azaldır. Bax, elə burada da onu qeyd etmək istəyirəm ki, şəkərli diabetli xəstələrdə görürük ki, onların leykositlərində vitamin C-nin azlığından da bu yaranır ki, onlar infeksiya ilə mübarizə apara bilmirlər. Məsəl üçün, ayaqlarına nəsə batanda narahat qalırlar həmişə, yaxud da onlarda narahat qalırlar. Yox, iltihaplaşır o, nekroza gətirə bilir, qangrenaya gətirə bilir və s. Bu da onu bir daha göstərir ki, onların leykositləri öz funksiyalarını normal yerinə yetirə bilmirlər. Yaxud onların trombositlərində
e, vitamin C çatmamazlığı olur. Bu da kardiovaskulyar xəstəliklərin yaranmasında mühüm rol oynayır. Digər tərəfdən diabetli xəstələrdə hiperglikemiya böyrək funksiyasına təsir göstərir. Vitamin C-nin reabsorpsiyasını azaldır və sidik yolları ilə daha çox eliminasiyasına səbəb olur. Belə halda bir daha qanda aşağı səviyyələri yaranır vitamin C-nin. Bunun da tədqiqatları var. Hətta belə tədqiqatı var ki, bu da bir doğru bildiyimiz yanlışdır. Vitamin C daha doğrusu yanlışa qarşıdır. Vitamin C əksinə insulin istehsalında rolu var onun. İnsulin istehsalını yaxşılaşdırır, insulinə həssaslığı yaxşılaşdırır, insulinə rezistentliyi azalda bilir. Yəni bu cür tədqiqatları var. Bir sözlə, deməli, şəkərli diabetli xəstələrdə C vitamininin müntəzəm tətbiqi diabetin optimal müalicəsi üçün əsas məqamdır. Bunu tədqiqatları ilə vurğulamaq istədim. Periodontal xəstəliklərdə bilirik ki, şəkərli diabetli xəstələrdə diş əti xəstəlikləri, periodontal xəstəliklər çox olur. Onlar e, bugünkü gündə deməli implant qoyanda çox çətinlik çəkirlər, yeri gec sağalır, yaxud o implantın tutmağı, deyək də belə sadə dillə çətin olur. Bax, bu hallarda da istəyir şəkərli diabeti olsun, istəyir olmasın, elə implant qoyanlara da müraciət edirəm ki, kimdə ki yeri gec sağalır, kimdə ki xronik iltihab davam edir, Paskorbinin infuziyalarından istifadə etsinlər, tez bir müddətdə effektini görəcəklər onun.